Ayşə, ümumiyyətlə sizdə imtahanlar çətinmi olur, asanmı olur və imtahan şifahi formada olur, yazılı yoxsa test formasında olur? İmtahanların çətinlik səviyyəsi nə çox çətin, nə də çox asan deyərdim. Adətən bizdə bütün imtahanlar yazılı şəkildə olur, amma bəzi krediti yüksək olan fənlər, sayısı yüksək olan fənlərdə həm də şifahi imtahan veririk. Həm yazılı, həm şifahi. İmtahanların çətinlik səviyyəsi yenə dediyim kimi normaldır və bəli, bizim qrupda rəqabət yüksəkdir, müəllimlər tələbkardır. Ona görə də tələbələrin hamısı daha çox çalışırlar və ona görə də nəticələrimiz yüksək olur adətən. Ayşə, bəs müəllimlərlə münasibətiniz necədir? Yəni müəllimlərin hər birisi dəstək olurmu? Belə deyək də, həm bu ola bilər iş tapmaqda, həm ümumi sizə yol göstərməkdə. Müəllimlər bizim universitetdəki müəllimlərin hər biri həqiqətən çox anlayışlı müəllimələrdir, sağ olsunlar. Və çox dəstək olurlar imtahan müddətində də, imtahana hazırlıq müddətində də hər zaman motivasiya verirlər. Ümumiyyətlə rəhbərliyin özü də çox yaxşıdır. Mən universitetə ilk qəbul olan günü, universitetin ilk günü getdim və çox gərgin idim ki, müəllimlər necə olacaq, tutorlar filan, amma həqiqətən çox səmimi bir mühit var. Bu mənim çox xoşuma gəldi, çünki hər universitet mühitində bunu tapmaq olmur. Ona görə də mən çox razıyam müəllimlərimizdən. Bəs qrupunuz necə? Qrupda hər biri yüksək ballı tələbədir, rəqabətlik yəqin ki, çoxdur. Hər kəsmi yaxşı oxuyur, yəni yüksək bal yığan tələbələr hələ də yaxşı oxumağa davam edirlərmi? Az toplayan tələbələr, belə deyək də, onlara özünü necə göstərirlər qrupda? Bəli, bizim qrupda rəqabət çoxdur, xüsusilə də yüksək ballı tələbələr arasında və bizim qrupda 85 ortalamadan aşağı olan tələbə yoxdur. Və buna görə də rəqabət güclüdür, amma qrup yoldaşlarımla aram həqiqətən yaxşıdır. Qrupunda qrup nümayəndəsi olaraq tələbələrlə aram yaxşıdır və münasibətləri qoruyub saxlamağa çalışırıq. Sizin qrupda belə bir sual verəcəm. Oğlanların sayı nə qədərdir? Bizdə sadəcə bir oğlan var. Dillər Universitetinə adətən qızlar çox verir, xüsusilə də bizim ixtisasa. Müəllimlik ixtisası olduğu Bəli, üçün yəqin. ona görə də oğlan sayı azdır. Universitetin özündə də düşünürəm ki, azdır. Daha çox mən bildiyim qədərilə digər müəllimlik və tərcümə fakültəsində az olur. Digər fakültələrdə beynəlxalq münasibətlər və sair onlarda daha çox olan tələbələrin sayı çox olur. Amma məncə yəni bu tendensiya get-gedə dəyişir, hə? Yoxsa çünki əvvəllər daha az idi. Mən bildiyim qədərilə indi sayları artıq artıb. Həm müəllimlikdə oxuyan tələbələr, həm tərcümədə oxuyan tələbələrdə. Bəli, artıq əvvəllər ümumiyyətlə heç oğlan tələbə tapmaq olmurdu. İndi amma qruplara girəndə hər qrupda ən azı 1-2 oğlan tələbə var. Çox gözəl. Birinci kursun ilk semestri deyək də, sənin üçün çətin olmamışdı ki, abituriyentlik vaxtından artıq sən tələbə vaxtına gəlirsən. Adaptasiya necə keçmişdi? Adaptasiya ilk vaxtlar biraz çətin idi. Universitet mühiti yaxşı idi, amma dərslərə adaptasiya olmaq çətin idi. Çünki qeyd etdiyim kimi tədris ingilis dilində olduğu üçün birdən-birə başqa bir dil mühitinə düşmək çətinlik yaratdı dərslərdə də. Mən ilk gün gəldik, dərs keçdik, belə çox qəribə bir hiss idi həqiqətən. İlk vaxtlar çətinlik çəkdim, hətta birinci semestrin imtahanında da mənə hazırlaşmaq çətin oldu. Amma artıq yavaş-yavaş adaptasiya prosesi başa çatır və daha yaxşı şəkildə adaptasiya olduğumu düşünürəm. Təhsil həyatı qədər sosial fəaliyyətlər də önəmlidir tələbəlik vaxtında. Sən necə qoşulmusan hər hansısa bir qrupa, kluba ola bilər, təşkilata ola bilər, könüllülük proqramına ola bilər? Bəli, mən hal-hazırda WUF 13 Beynəlxalq Şəhər Salma Forumunda könüllülük proqramına qoşulmuşam və ilk cəhdi uğurla başa vurdum. İndi isə təlim sessiyasındayıq. İnşallah onlar da keçəndən sonra artıq könüllü kimi fəaliyyət göstərəcəm WUF-da. Və bəli, mən abituriyentlərə yox, tələbələrə daha çox bunu tövsiyə eləyərdim ki, gecikməsinlər, beynəlxalq bir proqramlara qoşulmaq onların gələcək karyera həyatında çox vacibdir. Ona görə də bu proqramları belə deyək, əldən qaçırmaq olmaz. Gələcəkdə qabaqda Formula 1 də olacaq. Orada tələbələr keçə bilərlər qeydiyyatdan. Bəli. Bəs universitetdə hər hansı bir qrupda varsan, yoxsa hərə qoşulursan? Universitetdə tələbə gənclər təşkilatının üzvüyəm, bəli. Hal-hazırda orada qruplara qoşuluruq, müəyyən məlumat verici tədbirlər görürük.
Çox gözəl. Mən bilmək istəyirdim ki, sən bu məlumatları həm universitetdə olan klublar və tədbirlər haqqında məlumatı, həm beni qeyd etdin ki, beynəlxalq tədbirlərdə iştirak etmək üçün könüllü proqramlarına başvurursan. Daha çox hansı mənbələrdən əldə edirsən bu məlumatları? Daha çox sosial media platformalarından öyrənirəm. Instagramdan xüsusilə də bunlarla daha çox maraqlandığıma görə səhifəmə gəlirlər özləri və eləcə görürəm, qeydiyyatdan keçirəm, hətta dostlarımla da bölüşürəm, onlar da yararlana bilsin. Nə gözəl. Təcrübə proqramları, təqaüd proqramları bilirəm sənin üçün hal-hazırda tezdir. Onlarla bağlı maraqlanmısanmı ümumiyyətlə? Təcrübə proqramları ilə daha yox, amma magistr proqramları ilə maraqlanmışam və dövlət proqramına xüsusilə də bu mənim marağımı cəlb eləyib. Yəqin ki, mən də magistr təhsilimi dövlət proqramı ilə xaricdə davam etdirməyi düşünürəm. Həmçinin qeyd edim ki, Essex-də də sən oxuya bilərsən. Bəli, Həmin dövlət Essex-də də. proqramına görə. Bəli, Peki, bəli. sən artıq bu belə deyək də Essex-də bağlı bir ixtisas deməyək də, 2 diplomlu bir ixtisasda oxuduğun üçün qəbul prosesi daha rahat da ola bilər. Bəs gələcəkdə özünü hansı sahədə görsən? İngilis dil müəllimliyindənmi qalmaq istəyirsən, yoxsa fəaliyyət sahəni dəyişdirmək düşünürsənmi? Mən gələcəkdə özümü dil sahəsində mütəxəssis kimi görürəm və akademik bir mühitdə görürəm. Dediyim kimi, bu istədiyim bir sahə idi, özüm seçmişəm və çox da doğru yolda olduğumu düşünürəm. Ona görə də sahəmi dəyişməyi hələ ki düşünmürəm. Daha akademik mühitlərdə işləməyi düşünürəm. Bir də məsələn, cəmiyyətdə çox vaxt insanlar düşünür ki, müəllim oldun, buradan məzun oldun və dərhal gedirsən, MİQ imtahanı verirsən, məktəbdə işləyirsən. Müəllimlik sadəcə bundan ibarət deyil. Bir çox sahələrdə müəllimlər fəaliyyət göstərə bilərlər. Mən də öz potensialımı daha yüksək yerlərdə dəyərləndirməyi düşünürəm. İnşallah universitetdə dərs keçə bilərsən, həmçinin. Bəli, beynəlxalq layihələr olsun. Burada bir sıra müəllim kimi mən də fəaliyyət göstərə bilərəm. Eyni zamanda tədris, təhsil layihələri var. Ümid edirəm ki, onlardan birində fəaliyyətimi davam etdirəcəm. İnşallah istədiyin kimi olar hər şey təhsil həyatında və iş həyatında da. Bəs ümumiyyətlə bu sahədəki iş imkanları ilə bağlı nə deyə bilərsən? Səncə rəqabətlik nə dərəcədə çoxdur? Çətindirmi müəllim olaraq işə qəbul olmaq? Bəli, buna cavabım bəli olacaq. Çünki əmək bazarında biz görürük ki, müəllimlərə tələbat yüksəkdir. Daha doğrusu ölkədə müəllimlik sahəsində təhsil alan tələbələrin sayı çoxdur. Ona görə də rəqabət də güclüdür. MİQ imtahanları, sertifikasiya imtahanları, bunların hamısı sırf o rəqabəti canlandırmaq üçündür da və rəqabət güclüdür yəni. Biz görə bilirik ki, kifayət qədər MİQ imtahanında yüksək nəticə əldə eləmiş müəllimlər qəbul ola bilmirlər. Bu da rəqabətin çox yüksək olduğunu göstərir. Razıyam səninlə. Amma tək belə deyək, dövlət məktəblərində yox, özəl məktəblərdə də işləmək olur və mən bildiyim qədərilə artıq bunda MİQ imtahanı ehtiyac olmur. Onlar əlavə sertifikat və sairələri göstərərək də işə qəbul ola bilərlər. Tələbələr əslində bundan da maraqlana bilərlər. Bəli, IELTS-dır, SAT-dir, bu kimi imtahanları uğurla başa vursanız, bu zaman sizin qarşınıza çox qapılar açılacaq. Hətta kurslarda da işləmək mümkündür. Müəyyən ingilis dil kursları olur ki, onlarda da işləmək mümkündür.